Danışanda bəyənmirsiniz, amma rəqs videolarıma bir gecədə 5 milyon izlənmə edib 200 min bəyəni qoyursunuz. Yenə də sizi qane edə bilmirəm. İki sahili məlumatına görə bu sözləri son zamanlar ən çox tənqid olunan müğənnilərdən olan Kəmalə Günəşli deyib. Tarixin bir günü verilişində qonaq olan sənətçi onu qınayan tamaşaçılara səslənib. Ola bilsin ki, mənim rəqs etməyim, oxumağım kimi qüsursuz deyil. Mən rəqs edə bilmirəm, düzdür. Amma danışanda məni qınayırsınız, bəyənmirsiniz. Sonra rəqs videolarıma bir gecədə 5 milyon izlənmə edib 200 min bəyəni qoyursunuz. Yenə də sizi qane edə bilmirəm. Əvvəl görünüşümə irad bildirdiniz, sonra geyimə, sonra danışılma. İndi də başlamısınız rəqsimi qınamağa. Mən belə oynayıram, nə edə bilərəm? Açıq geyinməmişəm, tərbiyəsiz danışmıram, hərə bir cür rəqs edir. Mən bəlkə bacarmıram, pis görsənə bilər. Ola bilsin rəqs etməyi yaxşı bacarmıram, oxumağım kimi. Ancaq o demək deyir, axı, deyirsiniz ki, nə bilim, pisdir, nə bilim, izdən iraq görsənir və belə insan bəyənir. Bir gecədə 5 milyon baxış gəlir, 5 milyon. 200 min də like verilib ona, həmən o rəqsə.